Qızılla bərabər gümüşün də qiyməti artdı. Son zamanlar gümüş zinət əşyalarına tələbat artıb. Satıcıların sözlərinə görə bazarda daha çox xarici ölkələrdən gətirilən gümüş üstünlüyü təşkil edir. Elə tələbat da məhz bu məhsullaradır. Son vaxtlar gümüşün qiymətində 30-40%-ə qədər bahalaşma müşahidə olunur. Belə ki, hazırda yerli məhsulun qramının qiyməti 5-6 manat, xarici məhsulun qramının qiyməti isə 15-16 manat arasında dəyişir. Gümüşlərimiz 4-5 manatdan başlayır, 13-15 manata qədər, yəni satışda olan gümüşlərimiz var. Təbii ki, 4-5 manat civarında olan məhsullarımız yerli məhsuldur. Yerli məhsul o demək deyil ki, yəni məhsulumuz pisdir və yaxud da ki, keyfiyyəti pisdir. Sadəcə olaraq yerli malla, necə deyim, xarici malların arasında gəliş qiymətlərinin fərqi olduğu üçün gümüşlərin qiymətlərində yəni bir neçə manat fərqləri var. Hardasa 30-40% gümüşlərdə də bahalaşma var. Adətən gümüşlərin 99%-i Türkiyədən gəlməlidir. Satıcılar həmçinin bəzi işbazların alıcıları aldadaraq saxta gümüşü orijinal adıyla satdıqlarını da bildirirlər. Maraqlıdır, bəs saxta ilə orijinal gümüşü necə fərqləndirmək olar? 925 əyar bunların birinci dərəcənin üzərində olan, təbii ki, əyarından baxıb alır müştərilər. Amma qaldı ki, qızılda necə ki, hər bir qızılın, hər bir əyarın yağı daşı varsa, gümüşün də təbii ki, yağı daşı var. İstənilən bir yerdə gümüşü yağdaş edib, təmiz olub olmamasını yoxlaya bilərlər. Çox vaxtı, yəni təmiz gümüş qaralır. Bunu parıldatmaq üçün bunların dəsmalla siləndə belə onun rəngi açılır. Amma indiki gümüşlərə demək olar ki, heç bir aidiyyəti yoxdur. Çünki 99%-i hamısı qızıl suyuna salınmış gümüşlərdir. Satıcılar qiymət artımını qızılın bahalaşması ilə əlaqələndirirlər. Belə ki, dünya bazarında qızılın qiymətinin kəskin artması digər qiymətli metalların da satışına təsir edib. Aylin Rəsulzadə, Ayşən Sərdar qızı, Nuranə Sultanova, Xəbər ertəsi.